İmam Əhmədin oğlu Salih, bunu bir neçə dəfə demişəm, gəlir deyir atasına Əhmədə, Əhməd ibn Həmbəl, deyir ki, ey ata, insanlar var, onlar Yezidi sevirlər, deyir. Necə baxırsan onlara? Deyir, subhanallah, Allaha və axirət gününə iman gətirən adam biri Yezidi də sevər. Yəni, sevilmir, onu demək istəyir. Yəni, bir insan ki, Allaha iman gətirib, axirət gününə iman gətirib, o Yezidi sevər, qardaş. Sevməz. Deyir, bəs niyə lənət eləmirsən? Deyir, sən heç görmürsən, atan kiməsə lənət eləsin. Yəni, burada söhbət Yeziddən gedmir. Demək istəyir ki, sənin atan ümumiyyətlə kimisə söymür, kiməsə lənət etmir. Yeziddən də pis insanlar olub həyatda, düzdür? Elə ən pis insan dəhşətli Yezid olmayıb ki. Ondan da fuhuşu böyük olan insanlar olub, küfürü, misal üçün, kafirlər olublar, zındıqlar olublar, düzdür? Sən onu söyürsən, lənət edirsən, onu yox. Yəni, əhl-i sünnə dilini lənətdən salamat saxlayıb, söyüşdən salamat saxlayıb. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, lənət edənlər qiyamət günü şəfaətçilik edə bilməyəcəklər, şahidlik edə bilməyəcəklər. Lənət etmək yaxşı şey deyil. Gecə gündüz Yezidə lənət elə, filan kəsə lənət elə, filan kəsə söy, nə mənası var?